Dəymədi. Vətən müharibəsi iştirakçısı Qazi Əfqan Zamanov ata olub. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Qazinin qız övladı dünyaya gəlib. Xatırladaq ki, müharibəyə könüllü yollanan Əfqan Zamanov Qubadlıda mühasirəyə düşərkən çəkdiyi humoristik videosu ilə döyüşlərin ağır vaxtında insanları güldürməyi bacarmışdı. Canlıyam. Öz də qız atası, hə. Allah da həmişə Qaradağ rayonu Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb. Hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi Qobustan Şadlıq Sarayında baş tutub. Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıblar. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib. Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı attığını deyib və bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq. Məhkəmədə dindirilən tərəflər bir-birlərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib. Ailələrin ifadəsindən məlum olub ki, evliliyi rəsmi olmasa da tərəflərin razılığı var və indi də bir-birlərindən şikayətçi deyirlər. Məhkəmə təqsirləndirilən şəxsdən şikayətin olmamasının ilk dəfədir cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verib. Burada digər diqqət çəkən məqam isə restoranın az yaşının evləndirilməsinə necə göz yummasıdır. Restoran əməkdaşları bu barədə polisə məlumat verməyiblər. Cinayətin üstü isə qızın toydan sonra həkimə getməsi ilə açılıb. Həkim onun cinsi münasibətdə olduğunu bildikdən sonra polisə məlumat verib.